Təbibin təşkilatçılığı ilə Qlobal Cərrahiyyə 2030 gənc mütəxəssislər üçün perspektivlər və imkanlar mövzusunda panel müzakirələr keçirilib. Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən tədbirin məqsədi gənc tibb mütəxəssislərinə beynəlxalq təcrübənin öyrədilməsi, fərdi inkişaf və sahənin qabaqcıl nümayəndələri ilə şəbəkələşmə imkanının yaradılmasıdır. Tədbirdə təbibin icraçı direktorunun müşavirləri, Heidelberg Universitetinin cərrah həkimi Vüqar Yaqublu və Yeni Klinikanın reanimasiya və anesteziologiya şöbəsinin müdiri Emil Qasımov çıxış edərək təlim proqramlarında iştirakın üstünlükləri və peşəkar əlaqələrin genişləndirilməsi barədə faydalı məlumatlar veriblər. Proqramın əsas məqsədi nədən ibarətdir? Əsas məqsədi ondan ibarətdir ki, regionlarda cərrahi və anestezioloji xidmət əlçatan olsun. Eyni zamanda bizim Azərbaycanlı mütəxəssislər bu xidməti göstəriləcək səviyyədə inkişaf elətdirilsinlər. Onlar üçün xüsusi təlim proqramları, eyni zamanda mentorluq sistemi təklif edilir. Pilot proyekt olaraq Qazax rayonundan tutmuş deməli Şəmkir rayonuna qədər 5 rayonda təhlil aparmışıq. Bu təhlilin nəticəsində çatışan sahələri müəyyənləşdirmişik, eyni zamanda çatışmayan ehtiyacları müəyyənləşdirmişik. Onu da bugün gənclərimizlə müzakirə edəcəyik. Təbib və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə ölkədə tibbi xidmətin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırıldığını bildirən Emil Qasımov isə qeyd edib ki, proqram çərçivəsində regionlarda çalışan tibb işçiləri nəzəri və praktiki təlimlərə cəlb olunub. Qərb bölgəsində Qazax, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını, Ağstafa rayonlarında monitorinq etdikdən sonra oradakı xəstəxanalara baxdıqdan sonra oradakı tibbi heyətin Yeni klinikaya ezamiyyəti başlayıb. Artıq 15 gündür ki, bu həmkarlarımız Yeni klinikada tibbi səviyyənin artırılması məqsədi ilə praktik və nəzəri təlimdədirlər. Bütün bunları biz niyə edirik? Çünki Qlobal Cərrahiyyə 2030 belə deyək təşəbbüsündə cərrahiyyənin əlçatanlığını artırmaq əsasən hədəf qoyulub. Cərrahiyyənin səviyyəsinin qaldırılması məqsədi ilə, cərrahiyyənin normal standartda olması məqsədi ilə mütləq və mütləq anestezi və reanimasyon xidmətində müəyyən bir səviyyədə olması vacibdir. Çünki reanimasiya xidməti olmadan və anesteziya xidməti olmadan böyük cərrahiyyədən söhbət gedə bilməz. Layihənin aktuallığı haqqında danışan Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Elmir Əsgərov regionlarda tibbi xidmətlərin inkişafında gənc mütəxəssislərin mühüm rol oynadığını vurğulayıb. Hədəfimiz 2030-dakı Azərbaycan cərrahiyyəsinin durumu, Azərbaycan cərrahiyyəsinə gəlinəcək nöqtə və bu üzdən biz indidən başlayırıq. Bizim kimi cərrahların əsas prioriteti sadəcə xidmət deyildir, eyni zamanda gənc cərrahlara mentorluq eləmək. Eyni zamanda bizim qarşımıza qoyulan bir görəv vardır. Azərbaycanda, özəlliklə periferiyalarımızda, Azərbaycanın periferik şəhərlərində cərrahların, reanimatoloqların inkişafında öz dəstəyimizi verməkdir. Amacımız gənc cərrahları həm özünə güvən hissini onlara verə bilmək, həm də Azərbaycanda gərəkli bir cərrah olduqlarını, gərəkli bir reanimatoloq olduqlarını hiss etdirmək, eyni zamanda onların aparıcı bir mütəxəssis olaraq yetişdirməkdir. Regionlarda gənc həkimlər üçün mövcud olan imkanlar haqqında məlumat verən Qazax rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vasif Məmmədov isə keçirilən təlimlərin üstünlükləri haqqında danışıb. Proyekt çərçivəsində bizim üzərimizə düşən daxili təlimlər, əməliyyatların keyfiyyətinin və sayısının, növlərinin artırılması üzərimizə götürmüşük. Daxili təlimlər sayəsində günlük və hər gün və həftəlik olacaq şəkildə təlimlər keçirilməkdədir. Bizim üzərimizə düşən digər bir vəzifədə uyğun infrastrukturun əmələ gətirilməsi, inkişaf etdirilməsi üzərində olan işlərdir. Bunun üzərində çalışmaqdayıq. Sonda tədbir iştirakçıları ilə interaktiv sessiya keçirilib, onların sualları cavablandırılıb və müzakirə olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.